Hər vaxtınız xeyirli olsun əziz dostlar. Bugünkü videomuza xoş gəlmisiniz. Bu videomuzda Şəmkir rayonunun orduya dəstəyindən və birlikdə olduğumuzdan danışacağıq. Allah əsgərlərimizi qorusun. İnşallah tez bir zamanda işğal altında olan bütün torpaqlarımız azad olsun. Qələbə sevincimizi qeyd edək. Cənab Prezident İlham Əliyev xalqa müraciətində və işğaldan azad olunan rayon, qəsəbə, kəndləri qeyd etdikdə Azərbaycan xalqı çox sevinir. İnşallah qələbə bizimlədir. Dostlar, mənə dəstək olmaq üçün kanala abunə olub bu videoya like eləyin. İman Ömürsər Kərbəlayı Məhəmmədoğlu 1920-ci ildə Zəyəmcirdaxan kəndində anadan olmuşam. Hal-hazırda mənim 101 yaşım var. 101 yaşım olmağına baxmayaraq, mənim ürəyim Azərbaycanın milli ordusundan, qəhrəman ordusundan döyünür. Həyatımın bu axır vaxtlarında necə bir baba kimi, bir ağsaqqal kimi, mən də vətən uğrunda çarpışmış bir ağsaqqal kimi onlara can sağlığı, uzun ömür Allah Taala'dan onlara qələbə müjdəsi arzuluyuram. Hər biri bir qəhrəman kimi Azərbaycanı müdafiə eləsinlər, Azərbaycanı erməni taprağından azad eləsinlər, torpağımız tövlüyü uğrunda qələbə qazansınlar. Nəvəm, nəticəm, oğlum, qızım, 5 dənə kötüycəm var. Bunların hamısı vətən üçündür. Hamısı vətənin keşiyindədir. 1940-cı ildə Şəmkir rayonunun Zəyəmcirdaxan kəndindən əskər getmişəm. Rusiya vətəninə, Rusiyada. Yarım ildən sonra xain Nemes faşist ordusu Rusiya torpağına hücuma keçdi. Müharibə başladı. Mən də qəhrəmancasına o ordu sıralarında vuruşmuşam. Medallarım var, ordenlərim var. Müharibə qutardı, biz qələbə qazandıq. Mənim ürəyim Azərbaycanın milli ordusundan Bu məskən, ana doğma vətən, sanaylam könül canda, Azərbaycan, Azərbaycan. Qaybaq Azərbaycanda.